və zikrin üzərinə o qədər savablar tərtib edib ki, Allah subhanahu və teala. Saysan qutarmır. İmam İbn Qayyim rahimehullah Vabilus Sayyib kitabında deyir ki, "Vəli zikri zikrin deyir 100-dən daha çox faydası var insana deyir. 100-dən daha çox." Və özü də maraqlısı odur ki, bu sayı şişirtməyib. Sayır orada, bax 1, 2, 3, 4, 15, 16, 28, sayır orada zikir neyniyir? Orada gəlir bir yeri var, subhanallah, bir yeri var da, hansısa faydalardan biri haqqında. Gəlib ona çatanda deyir ki, zikrin bu faydasını deyirəm indi. Deyir, əgər deyir, zikrin insana tək bu faydası olsaydı, hamısını çıxar, bir bunu saxla. Bəs edərdi ki, zikr necə şərəfli əməldir. Zikr necə şərəfli şeydir. Hansıdır? Fəzkuruni əzkurkum. Zikr etmək Allahın səni yad etməsinə səbəbdir. Məni zikr edin ki, mən də sizi zikr edim. Sən zikr edəndə Allah da səni zikr edir. Deyir, hamısını saxla. Tək bu olsaydı, bəhs edərdi ki, sən zikirdən əl çəkməyəsən, deyir. Aləmlərin Rəbbi səni zikr edir. Peyğəmbər sallallahu aleyhi və səlləm qüdsü hədisdə Rəbbindən rəvayət edir. Deyir ki, Allah dedi, qulum məni zikr edərsə, mən də onu zikr edərəm. Bir toplum içərisində zikr edərsə, o toplumdan daha xeyirli toplum yanında onu zikr edərəm. Yəni, öz yanındakiları yanında. Əzəmətli ibadətdir, bura. Çox əzəmətli ibadətdir. Ona görə insan özünü məhrum etməsin.